Kök kişilər daha çox oğul sahibi olur. Yeni tədqiqatlara görə artıq çəkisi olan kişilərin oğul sahibi olmaq ehtimalı normal çəkili kişilərlə müqayisədə daha yüksəkdir. Fertility and Sterility jurnalında dərc olunan araşdırmada sonsuzluq müalicəsi alan 8500 cütlük iştirak edib. Nəticələrə əsasən normal çəkili kişilərin 611 oğlan və 569 qız doğulub. Artıq çəkili kişilərin isə oğlu olma ehtimalı 27% çox olub. Mütəxəssislər xəbərdarlıq edir ki, artıq çəki üstünlük deyil, həm də ciddi sağlamlıq risklərini nəsildən nəsilə ötürür. Avstraliyanın Yeni Cənubi Wales Universitetinin araşdırmasına görə artıq çəkili ataların uşaqları və nəvələri də artıq çəkiyə meylli olur. Tədqiqatçı professor Margaret Morris qeyd edib ki, ətraf mühit, piyələnmə və stress genlərə təsir edərək gələcək nəsillərin sağlamlığını poza bilər.